Sizcə mənim dərsimi digərlərindən fərqləndirən nədir? Gəlin izah edeyim. Bura aiddir detallı planlama və tələbəyə özəl hazırlıq. Məsələn, bugün Preply-də bir tələbə ilə ilk dərsimiz olacaq. Sınaq dərsimiz üçün elədiklərimi sizə göstərim. Əvvəlcə lesson plan hazırladım. Yəni, dərsin axışı necə olacaq bununla bağlı. Bura başlanğıcdan sona qədər olan dəqiqələrə görə hazırladığım addımlar, çalışmalar və istifadə edəcəyim linkləri əlavə etdim. Əvvəlcə tələbənin məqsədlərindən danışdıqdan sonra speaking-ə fokuslandığı üçün belə bir linkdən istifadə edəcəm. Şəkilli formada suallara interaktiv şəkildə sual-cavab verəcək. Ev tapşırığını unutmaq olmaz. Bu isə qərarından asılı olmayaraq bugünkü sınaq dərsində tələbəyə verəcəyim ev tapşırığıdır. Bura videonun linki və ona bağlı çalışmalar daxildir. Bəs sən ingilis dili öyrənmək üçün nəyə gözləyirsən? Bəlkə başlayaq?